Aprelin 10-da Dövlət İmtahan Mərkəzinin 10 illik yubileyinə həsr olunmuş qiymətləndirmə sistemləri, etimad, şəffaflıq və innovasiya mövzusunda beynəlxalq ilmi praktik konferansın rəsmi açılış mərasimi keçirilib. Konferansın rəsmi açılış mərasimində Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Daha sonra mərkəzin 10 illik yubileyinə həsr olunan video çarx nümayiş etdirilib. Konferansı giriş sözü ilə açan Dövlət İmtahan Mərkəzinin idarə heyətinin sədri Məleykə Abbaszadə qonaqları salamlayıb və bu 10 ilin milyonlarla vətəndaşımızın həyat yolunun ayrılmaz hissəsinə çevrilmiş bir təşkilatın inkişafında mühüm mərhələ olduğunu qeyd edib. Sədr 1-ci vitse-prezident Mehriban xanım Əliyevanın milli təhsilin inkişafına və gənclərə dəstək üçün verdiyi əvəzsiz töhfələri xüsusi qeyd edib. Daha sonra çıxış edən Elm və Təhsil naziri Emin Əmrullayev bildirib ki, Dövlət İmtahan Mərkəzi 10 il ərzində ölkəmizdə şəffaf və ədalətli qiymətləndirmə sisteminin formalaşmasında mühüm rol oynayıb. Bu qurumun fəaliyyəti təhsildə keyfiyyətin yüksəlməsinə ciddi töhfə verib. Türkiyənin Ölçmə, Seçmə və Yerləşdirmə Mərkəzinin prezidenti Bayram Əli Ərsoy bugün burada Dövlət İmtahan Mərkəzinin yaradılmasının 10-cu ildönümünü qeyd etmək üçün bir araya gəlməkdən məmnun olduğunu qeyd edib və bu əlamətdar görüşün yalnız bir qurumun yubileyi deyil, eyni zamanda ölçmə və qiymətləndirmə sahəsində ortaq keçmişi və ortaq gələcəyi paylaşan qurumların görüşü kimi dəyərləndirib. Digər çıxışçılar konferansın təhsilin qiymətləndirilməsi və dövlət qulluğu sahəsində peşəkar mübadilə vasitəsinə çevriləcəyinə və stimullaşdırıcı rol oynayacağına əminliklərini ifadə ediblər. Konferansda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin imtahan mərkəzləri arasında təhsildə qiymətləndirmə və imtahanların keçirilməsi sahəsində əməkdaşlığın gücləndirilməsi haqqında niyyət protokolu da imzalanıb. Niyyət protokolu siz bildiyiniz kimi bu il Azərbaycan Türk Dövlətləri arasında olan təşkilatında rəhbərlik eləyir, sədrlik eləyir. Biz də bu sahədə də təhsil sahəsində qiymətləndirmə ilə məşğul olan bütün təşkilatlar, Türk Dövlətli təşkilatları niyyət protokolunu imzalamağa başladıq. Biz ilk növbədə indi Türkiyə ilə bu niyyət protokolu imzalandı və təbii ki, bu protokola bizdə burada olan qonaqlar Özbəkistandan, Qazaxıstandan, Qırğızstandan onlar da bu protokolu demək imzalayacaqlar. Konferans yerli və beynəlxalq mütəxəssislərin iştirakı ilə panel müzakirələr üzrə işini davam etdirib. Leyla Səməndər, Cuma Kazımov, Yeni Azərbaycan TV.